Sifətin dərəcəsinin yazılışında yol verilmiş səhv hansı nümunədədir? Cavabımız elə birinci variantdır. Bomboz sözü çoxaltma dərəcəsində olub, morfoloji yolla yaranıb, bitişik yazılmalıdır. Tünd qırmızı doğrudur. Burada sifət işlənməyib. Büsbütün sözü zərfdir. Çox narahat idi, ayrı yazılıb, doğrudur. Az duzludur, azaltma dərəcəsidir, yenə də doğrudur. Hansı nümunədə fərqləndirilmiş söz mənsubə şəkilçisi qəbul etdiyi üçün kökündəki sahib düşmüşdür? Ana həsrətlə şəklə baxırdı. Burada şəklə sözü yönlü halda işlənib, mənsubiyyət yoxdur. İsmin adlıq halı burada indiyəli haldadır, yenə mənsubiyyət yoxdur. Oğlunun igidliyi burada onun oğlu. U mənsubiyyət şəkilçisidir. Digər un isə yəli haldır. Və oğul sözü mənsubiyyət qəbul etdiyinə görə sahibini itirir. Səbri bu qədər sınamaq olmaz. Nəyi səbri? Bu təsirli haldır. Sətrə sözü də yönlü halda işlənmişdir. Hansı bənddəki nümunələr yerinə görə bir-birinə əvəz edilə bilən frazoji birləşmələrdir? Ağlını itirmək, dəli olmaq. Dəli olmaq ifadəsi frazoji birləşmə deyil, mürəkkəb feildir. Alnına yazılmaq, taleyi qabaqcadan müəyyən olunmaq. Bu da frazoji birləşmə deyil. Aranı açmaq, aranı kəsmək isə fərqli mənalar ifadə edir. Aranı açmaq, pərdəni aradan götürmək, yəni hörmətin aradan qalxması. Aranı kəsmək isə ümumiyyətlə əlaqəni kəsmək deməkdir. Ona görə bunu da çıxırıq. Ağ eləmək, həddini aşmaq. Cavabımız bu variantdır. Ağzını açmaq, danışmağa başlamaq. Bu da frazoji birləşmə deyil. Cədvəldə hansı sözlərin yeri dəyişdirirsə uyğunsuzluq aradan qalxar? Məşəqqət doğru yazılıb, boyat doğru yazılıb, savad isə savadı yazılmalıydı. Deməli, 3-ü seçirik. Sağdan isə yanlış sözlərimiz mütək kə yazılmalı idi, yanlışdır. Hətta yanlışdır, amma doğrudan doğru sözü. Deməli, 3 və 6 yeri dəyişdirilməli olan sözlərdir. Gündəlik sözündə tələffüz zamanı ixa çevrilir, gündəlik kimi. Yanlış istəyir. Yalnız cingiltili samitlər ilə cavabımız bu variantdır. Çünki burada ilk samiti kar samitdir. Qarşılığı olmayan iki samit işlənmişdir. Bəli, söhbət gedir N və L samitindən. Sözdə hərf və səsin sayı bərabərdir, doğrudur. Ahəng qanunu tabedir. Bir fərq var, bu da doğru fikirdir. Sıra sayı, müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı. Az danış, az din. Burada az sözləri hərəkətə aid olduğu üçün ümumiyyətlə zərfdə çıxırıq. Beşincilər sıra sayıdır, isimləşib 1-ə gedir B. Bu isə olacaq kəsir sayı, ona görə çıxırıq. Bir qədər duz sözünə aiddir, ona görə qeyri-müəyyən miqdar sayıdır. 100 metr, 100 isə müəyyən miqdar sayıdır. Cavabımız 1-ə B, 2-yə Y, 3-ə isə D-dir. Bağdakı hər ağac, hər çiçək onun üçün dəyərli idi və onlara çox diqqətlə qulluq edirdi. Burada uyğun fikirlər tələb olunur. Müxtəlif hallarda olan isimlər işlənmişdir. Ağac, çiçək, iki isim var və hər ikisi adlıq haldadır. Deməli, bu yanlış fikirdir. İlk söz adi dərəcədə olan sifətdir. Bəli, bağdakı sözü sifətdir və adi dərəcədədir. Qeyri-müəyyən miqdar sayı var. Baxaq. Burada çox diqqətlə, çox ədatdır. Çünki zərfə aiddir. Qeyri-müəyyən miqdar sayı işlənməyib. Deməli, bu da yanlış fikirdir. Yanlışdan yanlışı seçirik. Cavabımız 2 və 3 olur. Altından xətt çəkilən söz keyfiyyət bildirən sifətdir. Bəli, dəyərli sözü keyfiyyət bildirən sifətdir. Hansı antonim sözlər sifətdir? Bacarıqsız, bacarıqlı antonim sayılmır, çünki sözlərin kökləri eynidir. Çəkilmiş, qabarmış feili sifətdir. Tərəqqi, tənəzzül isimdir. Çaşbaş, çaşqın, hər ikisi yaxın mənalıdır, əks mənalı deyil. Amansız və rəhimli, bu isə həm antonimdir, həm də sifətdir. Hansı nümunələrin yazılışı düzgündür? Rum rəqəmlərindən sonra şəkilçiyə ehtiyac olmur, bu yanlışdır. 3-də 1 hissə 2 doğrudur. Ayın 1-də burada mənsubiyyət yazılmamalı idi. Mənsubiyyət və hal olduqda mənsubiyyət yazılmır. Yanlışdır. 5-6 defisdən yazılmalıdır. Bir çox insanlar doğrudur. Cavabımız 2 və 5 olur.
Altına xətt çəkilmiş sözün məcazi mənada işləndiyi nümunə cavabımız olacaq. Bu iş qarşımda dayanan böyük bir dağdır. Öz işlərini dağa bənzədir. Digər dağlar isə yəni real yüksəklik mənasında işlənmişdir, həqiqi mənadadır. Üzərində rəqəm yazılmış sözlərin kontekstdəki mənası ilə bağlı uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış sözlərdən birincisi biganə qalmaq, ikincisi isə başına gələnlər. Biganə qalmaq sözünün qarşılığı olacaq laqeyd qalmamaq. Yəni laqeyd, etinasız. Birə gedir A. İkincisi başına gəlmək isə üz vermə, hadisənin baş verməsi, başıma iş gəlib, yəni üz verib, baş verib mənasında. İkiyə isə olacaq D. Cavabımız isə bu variantdır. Mətn əsasında hansı sualın cavabını müəyyən etmək olmaz? Qız son məktubu niyə gec tapır? Çünki sonuncu məktub gizli yerdə gizlədilmişdi. Yəni oyuncağın daha iç hissəsində gizlədilmişdi. Sonradan qız o məktubla qarşılaşır. Gəlinciyin içindəki son məktubda nə yazılmışdı? Nə yazıldığı mətnin sonuncu abzasında qeyd olunub burada. Sevdiyin hər şey gec-tez itirəcəksən bu hissə. Yazıçı nə üçün hər gün qızla görüşməyə davam edir? Çünki yazıçı onu sakitləşdirmək üçün gəlinciyini axtarıb tapacağını deyir, amma tapa bilmədiyinə görə və onun adından məktub yazdığını gəlib qıza deyir. Məcbur olur ki, hər gündə bir məktub gətirsin ki, qız sakitləşsin. Parka gələn qızı ailəsindən kim müşayiət edirdi? Bu haqda mətndə məlumat yoxdur. Elə sadəcə biz bilirik ki, o qızla parkda qarşılaşır. Amma ailəsindən kimsə onun yanında var idi, yoxsa yox idi. Bunu biz əminlə deyə bilmirik. Ona görə cavabımız elə bu variant olacaq. Yazıçı qızla harda tanış olur? Cavabımız parkda. Mətn əsasında belə qənaətə gəlmək olmaz. Yazıçı oyuncağın içinə gizli məktub yerləşdirdiyini qıza əvvəlcədən bildirmişdi. Bu elə yanlış fikirdir. Ona görə yanlış fikirdir ki, biz mətnin son hissəsində görürük ki, sonuncu abzaslarında görürük ki, qız böyüyüb, gənc bir xanım olur və həmin oyuncağı hələ də saxlayırdı. İllər sonra görmədiyi gizli çat yerində bir kağız tapır. Əvvəl görmədiyi. Belə çıxır ki, o kağızın orada olması ilə bağlı bir məlumatı yox idi. Yazıçı sonuncu məktubu məqsədli şəkildə məhz gəlincin içərisində çat yerinə yerləşdirmişdi. Bu doğru fikirdir, çünki o istəyirdi ki, gənc qız onu həmin anda yox, bir neçə müddət sonra tapsın və e, ondan bir dərs çıxarsın. Çünki balaca qız bu cümlələri oxuyub e, hələ tam dərk eləyə bilməyəcəkdi. Gəncini itirdiyini görə üzülə bilərdi. Amma böyüdükdən sonra artıq başa düşəcəkdi ki, gəlincini itirməsi yəni heç də hər şeyin sonu demək deyil və yaxud da yazıçı ona nə demək istəyir, onu başa düşəcəkdir. Hekayələri qızın təsəlli tapması üçün uydururdu. Bu da doğru fikirdir. Çünki o gələnci tapa bilməmişdi və qızın da üzülməsini istəmirdi deyə özündən hekayələr uydururdu. Sonuncu məktub həyat haqqında fikir aşılayırdı. Bu da o doğru fikirdir. Balaca qız yazıçının qurduğu hekayəyə inanırdı. Bəli, inanırdı. Çünki hər dəfə gətirilən məktubları səbirsizlə gözləyirdi, oxuyurdu və artıq sakitləşmişdi. Mətnin birinci abzası əslində iki abzasdan ibarətdir. Hansı ifadə ilə başlayan cümlə əsas hissəni fərqləndirmək üçün yeni abzasdan yazılmalıdır. Mətnin birinci abzası bu hissədir. Burada baxsaq görərik ki, cümlənin birində bir qızın ağladığını görür, o gəncini itirib kədərlənmişdi, yazıçı ona biganə qalmır və onu sakitləşdirmək üçün deyir ki, gəlinciyi axtarıb tapacaq. Onlar sabah yenidən eyni yerdə görüşmək üçün sözləşirlər. Artıq burada həmin gün baş verən hadisələr bitir. Növbəti abzasımız buradan başlamalıdır. Oyuncağı tapa bilməyən yazıcı ertəsi gün görüşə gələrkən gəlinciyin adından bir məktub gətirir. Buradan bəllidir ki, artıq hadisələr ertəsi gün baş verir, yəni zaman fərqi var. Ona görə də məhz bu ifadə ilə başlayan cümlədən yeni abzas başlamalı idi. Mətnə əsasən nəyin səbəbi məlum deyil. Gəlincin başqa cür görünməsinin səbəbi məlumdur. Niyə görə başqa cür görünürdü? Çünki uzun müddət idi ki, o gəlincidən məktub göndərirdi və sonuncu dəfə ona başqa gəlinci gətirir. Qız əvvəlcə heyrətlənir, sonra oyuncağın üstünə bağlanmış kağızda görür ki, yazılmışdı ki, səyahətim məni çox dəyişdirdi.
e, yazıcı yalanların üstünün açılmasını istəmirdi. Ona görə qıza başqa bir gəlincik gətirir ki, sanki uzun müddətdir bu gəlincik səyahət eləyir və ona həmişə məktublar yazır. İndi də böyüyüb geri qayıdıb. Həmin gəlinciyi onsuz da gətirə bilməzdi, çünki gəlinciyi itmişdi, tapa bilməmişdi. Ona görə də belə bir hekayə uydurur. Balaca qızın oyuncağın itməsinin səbəbi bizə məlum deyil. Cavabımız budur. Ağlamasının səbəbi elə gəlinciyini itməsidir. Yazıçının qıza məktub oxumağa başlamasının səbəbi onu sakitləşdirməyə, təsəlli etməyə çalışmasıdır. Başqa bir gəlincik gətirməsinin səbəbi isə həmin gəlinciyi tapa bilməmişdi. Ona görə məcbur idi ki, başqa bir gəlincik gətirsin və ona uyğun bir hekayə uydursun. Mətndə tüm qara hərflə verilmiş sözün mənasına uyğun deyil. Tüm qara hərflə verilən söz macəra sözüdür. Macəra sərgüzəşt deməkdir. Burada birinci fikir düzdür. Həqiqi mənadadır. Ona görə də cavabımız olacaq məcazi mənadadır. Məcazi mənada deyil. Başa gələn hadisə deməkdir. Sərgüzəşt deməkdir. Macəra ilə dolu günlərdə eyni mənada işlənmişdir. Bunların hər biri doğru fikirlərdir. Əvvəldə Roma rəqəmi yazılmış hansı cümlə mətndə ifadə olunan ümumi fikrə uyğun deyil? Cavabımız olacaq burada işlənmiş gəlinci uzaq səyahətə çıxmağın çətinliyini bilirdi. Bu cümlə mətnin məzmununa uyğun deyil. Çünki gəlinci dedikdə burada oyuncaqdan söhbət gedirdi. O da cansız olduğuna görə bu cümlə məntiqi cəhətdən uyğun gəlmir. Yəni uzaq səyahətə çıxmağın çətinliyini bilirdi. Biz bunu gəlinciyə aid edə bilmərik bu fikri. Yazıcı son məktubdakı fikirlə qızcığaza nəyi anlatmaq istəyirdi? Son məktubunda yazmışdı ki, sevdiyin hər şeyi tez ya gec itirəcəksən, amma sevgi başqa bir sürətdə sənə geri dönəcək. Bu o deməkdir ki, yəni sən əlində olan dəyərli bir şeyi, sənin üçün dəyərli olanları itirə bilərsən, amma bu son deyil, üzülməyə dəyməz. Onlar başqa bir şəkildə sənə geri dönə bilərlər və ona uyğun da düzgün cavabımız olacaq. Ayrılıq bir son deyil. Sevgi başqa şəkildə yenidən həyatımıza qayıda bilər. Yazıçının balaca qıza kömək etməsi onda hansı xüsusiyyətlərin olduğunu göstərir. O qızın ağlamasına biganə qalmır. Belə çıxır ki, həssas insandır. Həssas deyə bilərik. Daha sonra qıza qayğı göstərir, onun üçün narahat olur. Hər gün parka gəlir, onunla görüşür. Qayğıkeş demək olar. Mərhəmətli demək olar. Mərhəmətli idi və s. Sonuncu abzasda nöqtələrin yerinə uyğun cümlə. Sonuncu abzas belə başlayır ki, artıq həmin qız böyüyüb gənc bir xanım olmuşdu. Ona görə biz bura nə yaza bilərik? Yaza bilərik ki, aradan uzun illər keçdi. Aradan bir müddət keçdi. İllər keçmişdi. Bu kimi fikirlə başlaya bilərik ki, artıq qız böyüyüb gənc bir xanım olub. Ona görə biz vurğulamalıyıq ki, uzun zaman fərqi var. Yəni öncəki abzasla bu abzas arasında zaman kəsiyi var. Ona görə yaza bilərik ki, aradan uzun illər keçdi və qız böyüyüb gənc xanım oldu. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Giriş hissədə qəhrəmanın adı və peşəsi qeyd olunur. Nəticə hissəsində müəllif Üzeyir Hacıbəyliyə şəxsi münasibətini ifadə edir. Giriş hissədə düzdür, qəhrəmanın adı verilir, amma tam olaraq onun peşəsi verilmir. Sadəcə qeyd olunur ki, o musiqiyə marağı var idi və atası buna qarşı idi. Nəticə hissədə də müəllifin Üzeyir Hacıbəy ilə bağlı fikirləri biz görmürük. Deməli, bu yanlışdır. Giriş nəticə ilə eyni xarakteri daşıyır, əsas isə müəllifin şəxsi fikirlərindən ibarətdir. Əvvəla əsas hissədə müəllif şəxsi fikirlərini yox, məlumat xarakterli cümlələrdən istifadə edib. Giriş və nəticə isə eyni xarakteri daşıya bilməz. Giriş hissədə fikir ayrılığından bəhs olunur, əsas hissədə hadisələr geniş təsvir olunur, nəticədə hadisənin məntiqi sonluğu verilir. Cavabımız elə bu variantdır. Həqiqətən də burada fikir ayrılığı var. Atası ilə Şəfiqənin fikirlərinin toqquşduğunu görürük. Əsas hissədə geniş şəkildə hadisələr təsvir olunur. Nəticədə isə bəli, sonluq verilir. Ömrün sonuna qədər yaradıcılıqla məşğul olmuşdur, xalqın sevgisini qazanmışdır və s. Girişdə Şəfiqə ilə bağlı əsas hadisə təsvir olunur. Bu yanlışdır. Əsas hadisələr başlayır əsas hissəyə təsvir olunmağa. Əsas hissə yalnız təsvirlərdən ibarətdir. Mətnin sonluğu ilə əlaqələnmir. Bu isə yanlışdır. Sonluq ilə əlaqələnir.
Altından xətt çəkilmiş cümlə ilə bağlı doğru fikirlər tələb olunur bizdən. Qonaqlar bu istedadın Üzeyir Hacıbəyliyə göstərilməsini təklif edirlər. Tənqidi fikir yoxdur. Burada heç kimi tənqid etmir bu fikirdə. Faktlar əsasında müqayisə aparılır. Müqayisəni biz görmürük. Məlumat verilir, doğrudur. Yekdil bir təşəbbüsdən bəhs olunur. Bəli, yekdil o deməkdir ki, burada qonaqlar hamısı bir fikrə əsasən irəli sürürlər və təşəbbüs də nə deməkdir? Elə səy göstərmək deməkdir. Onlar bu istedadın Üzeyir Hacıbəyliyə göstərməsini təklif edirlər. Bu özü bir təşəbbüs idi. Cavabımız olacaq 3 və 4. Mətndən çıxan nəticələri müəyyən edin. Ailə dəyərləri istedadla həmişə ziddiyyət təşkil edir. Bu fikir yanlışdır, həmişə sözünə görə. Çünki sadəcə Şəfiqənin ailəsi, atası onun bu yolu seçməsi ilə razılaşmırdı. Yəni onların fikirləri ziddiyyət təşkil edirdi. Amma biz heç də bu nəticəyə gələ bilmərik ki, hər zaman bu belə olur. Ona görə biri çıxıram. Sənətə sevgisi olan insan böyük çətinliklərə qalib gələ bilər. Bu doğru fikirdir. Elə Şəfiqəyə aid etmək olar ki, o sənətə sevgisi ilə bütün çətinliklərin öhdəsindən gəlmişdi. İctimaiyyətin dəstəyi istedadın inkişafına mühüm rol oynayır. Bu doğru fikirdir. Çünki mətndə qeyd olunur ki, Şəfiqənin ifasını eşidən qonaqlar bəyənirlər və məsləhət bilirlər ki, Üzeyir Hacıbəyov onun bəstələrinə baxsın. Əzmkarlıq və zəhmət insanı uğura aparır. Yenə də bunu Şəfiqə ilə əlaqələndirə bilərik. Həm əzmkar idi, mübarizə aparırdı, həm də zəhmətkeş idi və axırda uğur qazanır. İstedadlı insanlar asanlıqla uğur qazanırlar. Asanlıqla yox. Biz bu mətndən görürük ki, o çox çətinliklə bu yolu keçmişdi. Cavabımız olacaq 2, 3 və 4. Cədvələ uyğun fikirləri müəyyən edin. Tənqid olunur. Qızların sənətə yönəlməsinə qarşı olan münasibət tənqid olunurmu? Əsas da Şəfiqənin atasının münasibəti. Buna nümunə göstərmək olar. Biri seçirik. Yaradıcılığın ailə daxili nəzarətlə məhdudlaşdırılması. Bu da tənqid olunur. Yenə də ailəsinin ona qarşı gəlməsini biz mətndən görürük. Onun yaradıcılığını məhdudlaşdırmağa çalışırdılar. Kişilərin sənətdəki dominantlığı, üstünlüyü. Burada mətndə belə bir fikrə rast gəlmirik. Burada sadəcə atasının Şəfiqənin yolunu kəsməsinin şahidi oluruq. Yoxsa ki, kişilərin sənətdəki üstünlüyünü biz mətndə görə bilmərik, yoxdur. Mətndə təbliğ olunur. Məqsəd uğrunda inadkarlıq. Bəli, o öz məqsədi uğrunda inadkarcasına mübarizə aparırdı. Qadınların cəmiyyətdə və sənətdə təmsil olunması, bunu da Şəfiqənin timsalında əsaslandıra bilərik. Ailə münasibətlərinin möhkəmliyi əksinə burada möhkəmlikdən söz gedə bilməzdi. Çünki Şəfiqənin ailəsi ilə münasibəti yaxşı deyildi. Cavabımız olacaq 1, 2, 4 və 5. Mətnin başlığındakı üç nöqtə işarəsinin yerinə daha uyğun ifadəni müəyyən edin. Mətnin başlığı yazılıb ki, Şəfiqə Axundova bəstəkar. Bu mətndə əsasən Şəfiqənin öz karyerasından və bu istədiyi səviyyəyə çatmaq üçün məşəqqətli yollarından bəhs olunur. Nəhayət, ən sonda onun uğuru göstərilir ki, o Şərqdə ilk opera yazmış qadın olur. Mətnimizin də əsas mövzusu onun karyerası olduğuna görə biz yaza bilərik ki, Şəfiqə Axundova Şərqdə ilk opera yazmış qadın bəstəkar. Yəni ən uyğun ifadə budur. Çərçivədə verilmiş söz çalmaq sözüdür, hansı ki pianoda çalırdı. Bu ifa etmək, hər hansı bir musiqi alətində ifa etmək mənasındadır. Odur ki, cavabımız bu olacaq. Qarmonda çalmaq, bir də sazlı çalmaq. Yəni 1 və 5. Mətnə əsasən bəhs olunan dövrün reallıqlarına uyğun deyil. Qızların musiqi təhsili alması hər ailə tərəfindən qəbul olunmur. Bu doğru fikirdir. Elə Şəfiqənin atasının onun təhsil almasına münasibətini buna misal göstərmək olar. Musiqi məktəblərində qızlara da musiqi təhsili verilir. Bu da doğru fikirdir. Çünki mətndə qeyd olunur ki, Şəfiqə sonradan konservatoriyada təhsil alır. Musiqi sənəti inkişaf edir. Bəli, elə Üzeyir Hacıbəyovun timsalında bunu göstərə bilərik və yaxud da Şəfiqə Axundovanın ilk opera yazmasını misal göstərmək olar. Mürtəce qüvvələr yenilik meyllərinin inkişafının qarşısını almağa nail olurlar. Xeyr, nail ola bilmirlər.
Mürtəce köhnə fikirli insanlara deyilir. Onlar əllərindən gələni etsələr də inkişafın qarşısını ala bilmirlər. Cavabımız bu variantdır. Ziyalı qadınların birliyi mühüm əhəmiyyət daşıyır. Bu da doğrudur. Şəfiqənin bacısı ona dəstək olur, sonra gələn qonaqlar ona dəstək olurlar və s. Venn diaqramındakı yanlış fikir tələb olunur. Cavabımız 3 olacaq. Çünki mühafizəkar fikri yalnız Şəfiqənin atasına aiddir. Üzeyir Hacıbəyli yeniliyə açıq idi. Mühafizəkar isə köhnəlik tərəfdarı, yeniliyi qəbul etməyən insanlara deyilir. Mətndəki problem və problemin həll edilməsinə kömək edir. Mətndəki problem Şəfiqənin qarşısına çıxan maneələr idi, hansı ki, o musiqi təhsili almaq, musiqiçi olmaq istəyirdi. Və bu problemin həll edilməsinə kömək edən şəxslər ən başlıca Üzeyir Hacıbəyli mətndə göstərilir ki, ona çox dəstək olmuşdu. Sonra onlara gələn qonaqlar, bunları misal göstərmək olar. Sonra bacısı Zümrüd xanım, ziyalı qadınlar ona dəstək verirlər. Bunları misal göstərmək olar. Abzaslar əsasında cədvəli tamamlamalıyıq. Birinci və üçüncü abzasa başlıq yazmaq lazımdır. Başlıq söz birləşməsi cümlə şəklində ola bilər, mətndən götürülə bilər. Birinci abzasda söhbət gedir onun atası ilə düz gəlməməsi, özünə musiqiyə olan marağı. Elə bu cür başlıq verə bilərik ki, Şəfiqənin musiqiyə böyük maraq göstərməsi. Çünki birinci abzasda biz daha çox onun musiqiyə olan marağını və atasının ona qarşı çıxmasını görürük. Və yaxud da belə bir başlıq vermək olar ki, Şəfiqənin atasının onun musiqiyə olan marağını qəbul etməməsi. Üçüncü abzasa baxaq, orada söhbət nədən gedir? Üçüncü abzasımız isə budur. Bu hadisədən sonra musiqi sahəsinə daha çox meyl edən qızını atası bir gün evə buraxmır, əməliyyat olunur və anlayır ki, fədakarlıq tələb edir. Elə belə bir şey yaza bilərik ki, fədakarlıq tələb edən sənət və yaxud da Şəfiqənin sənət yolunda çətinlikləri. Daha sonra Üzeyir bəyin köməyi ilə musiqi məktəbinə daxil olur. Yazmaq olar ki, Üzeyir bəyin Şəfiqəyə olan dəstəyi. Bunları başlıq kimi yazmaq olar.